Paşinyanın İlham Əliyevə təşəkkürü kimlərə od qoydu? Nikol gerçəkləri xalqına dedi. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsinə aydınlıq gətirib. Ötən gün parlament iclasından sonra o, jurnalistlərə açıqlamasında belə yanaşmasını məntiqi və uyğun cavab sayıb. Bizdə baş verənləri qəbul etməkdə həddindən artıq mürəkkəbləşdirmə meyilli olduğunu müşahidə etdim. Məsələn, bu mikrofon niyə göy, o biri qırmızıdır? Niyə sarı deyil, qaradır? Sonra bu kimi iddialar əsasında geopolitik nəticələr çıxarırlar. Paşinyan qeyd edib ki, Ermənistana birbaşa aid olan hadisəyə münasibətini bildirməlidir. Bu münasibət müsbətdirsə, onu açıq şəkildə söyləmək vacibdir. O, son vaxtlarda Azərbaycan tərəfdən atılan bir sıra konkret addımları, əvvəlcə Qazaxıstan, sonra Rusiyadan buğda idxalına məhdudiyyətlərin aradan qaldırılmasını, həmçinin Ermənistana dəmir yol daşımalarına məhdudiyyətlərin götürülməsini xatırladı. Bundan başqa Azərbaycan neft məhsullarını satmağa hazır olduğunu bildirdi. Neft məhsulları qatarı gəldi və mal bazarda görünməyə başladı. Baş nazir belə hadisələrə münasibətini açıq şəkildə bildirməyin düzgün olduğunu vurğulayaraq, ölkəsinin mövqeyinin aydın şəkildə qeydə alınması üçün bunu müxtəlif platformalarda bilərək etdiyini deyib. Bu açıqlamadan bir neçə gün öncə Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında Prezident İlham Əliyev və Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpa edilməsi və ikitərəfli ticarətə başlamaq üçün şərait yaradılması haqqında qərarına görə təşəkkür etmişdi. O, çıxışında qarşılıqlı, bərabərlik, həmçinin suverenlik və milli yurisdiksiyalar prinsipləri əsasında ticarət logistika əməkdaşlığının inkişaf perspektivlərini qeyd edib. Nikol Paşinyan baş verən əlverişli və konstruktiv dəyişikliklərin regionun bütün ölkələri üçün yeni imkanlar yaratdığını, iqtisadi dayanıqlılığın möhkəmlənməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verdiyini qeyd etmişdi. Bu baxımdan Azərbaycan Respublikasının prezidentinə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpa edilməsi, həmçinin ikitərəfli ticarətə başlamaq üçün şərait yaradılması haqqında qərarına görə minnətdarlığımı bildirirəm. Bu, regionda sülh və sabitliyin bərqərar olması çərçivəsində ilk ən mühüm nailiyyətlərdən biridir. Ermənistanda bəziləri bu çıxışa münasibətləri ilə bulanıq suda balıq tutma hekayələrini də göstəriblər. Politoloq Arap Aqasyan Sputnik Armeniya saytına müsahibəsində bildirib ki, Nikol Paşinyan Prezident İlham Əliyevə davamlı olaraq açıq şəkildə təşəkkür etməklə həm daxili, həm də xarici auditoriyaya hesablanmış siyasi texnologiyadan istifadə edir. Onun iddiasına əsasən belə ritorika aydın siyasi məna daşıyır və birbaşa 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədardır. Onun fikrincə, baş nazir cəmiyyətdə sülhün yeganə qarantı olduğunu təlqin etməyə çalışır. Sputnikin Azərbaycana dair məsələlərdə qərəzli olduğu sir deyil. Sayt politoloqun dili ilə Nikol Paşinyanın təşəkkürü ilə Prezident İlham Əliyevin Sankt-Peterburqda MDB liderlərinin toplantısına qatılmamasını əlaqələndirməyə çalışıb. Bu sayt Azərbaycana qarşı kin və nifrətini hər belə hadisədə nümayiş etdirir. Aranın dilindən Sputnik bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlərdə qarşıdurma mərhələsi başa çatmayıb. Sayt 2024-cü ilin dekabrında Rusiyanın hava məkanında vurulan Azərbaycanın sərnişin təyyarəsi ilə bağlı Moskva qarşısında irəli sürdüyü şərtlərin də üzərinə kölgə salmağa səy göstərib. Halbuki Rusiya prezidenti Vladimir Putin belə təyyarə faciəsini qəbul edərək rəsmi Bakının şərtlərinə əməl edəcəklərini vurğulamışdı. Bu baxımdan Rusiya Federasiyasının təbliğat maşını anti-Azərbaycan hekayəsini Paşinyanın prezident İlham Əliyevə təşəkkürünə də davam etdirib. Bununla da Azərbaycanla Ermənistan arasında ötəri qarşıdurma toxumu da səpməyə çalışır. Ermənistan Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Gekam Gevorkyan dekabrın 25-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycana ixal edilən benzinlə bağlı dempinq riski də yoxdur. Çünki dempinq iqtisadi cəhətdən əsassız aşağı qiymət deməkdir. Əgər qiymət əsassız dərəcədə aşağı olarsa, əlbəttə biz preventiv tədbirlər görəcəyik və ya uyğun proses hazırlayacağıq. Onun sözlərinə görə idxal olunan neft məhsulunun həcmi kiçikdir. İldə təxminən 200 min tondur. O, Azərbaycan benzini ilə bağlı yayılan şayiələrə də münasibət bildirib. Bu Azərbaycan benzinidir. Onun keyfiyyətindən şikayətimiz yoxdur. Keyfiyyətlə bağlı problemlər olsaydı, o Ermənistana gətirilməzdi. Gevorkyan qeyd edib ki, ölkəyə Azərbaycan benzini idxal etməyi heç kimi məcbur etməyiblər. Nikol Paşinyanın təşəkkürünü, SOCAR benzinin keyfiyyətini, Ermənistan bazarında tələbatına münasibəti aşağıdakı kimi qruplaşdırmaq olar. Heç şübhəsiz yaxın gələcəkdə baş nazir Nikol Paşinyan 44 günlük müharibədən sonra Ermənistana, erməni cəmiyyətinə verdiyi fayda daha da geniş qiymətləndiriləcək. Çünki hadisələrin üstündən vaxt ötdükcə bir sıra sirli məqamlar açılır, emosiyalar sakitləşir. Paşinyan ermənilər üçün nələr edir? İlk növbədə uydurma ideya və xülyalardan erməni cəmiyyətini çəkindirir, yeni milli dövlət quruluşu konsepsiyasını təqdim edir, ənənəvi kursun ziyanına,
buxovundan xilas olmaq prinsiplərini həyata keçirir, yeni erməni cəmiyyəti qurur, Cənubi Qafqazda Azərbaycanın təqdim etdiyi sülh təkliflərini dəstəkləyir və birlikdə fəaliyyət göstərməyə çalışır, yeni konstitusiya ilə bağlı addımlar atmağa səy göstərir, qonşu dövlətlərə ərazi iddialarının puçluğunu cəmiyyətə təbliğ edir, yeni Ermənistan ideoloji sistemini reallaşdırır, indiki eçmiyyətizm kilsəsinin ziyanlı olduğunu söyləməkdən çəkinmir. O, ölkəsinin erməni cəmiyyətinin xilasının qonşulardan, o cümlədən Azərbaycan və Türkiyədən asılı olduğunu əməlləri ilə təsdiqləyir. Rusiyanın təsir dairəsindən uzlaşmaq istiqamətində Nikol Paşinyanın fəaliyyəti Moskvada xoş qarşılanmır. Ancaq rəsmilər bunu biruzə verməməyə səy göstərirlər. Ara kimi politoloqların, Ermənistandakı Köçəryan və Sarkisyan kimi sabiqlərdən formalaşan siyasətçi, keşiş müxalifətinin adından davamlı olaraq hakimiyyətə qarşı çıxışlar edilir, təbliğat aparırlar. Odur ki, Paşinyanın təşəkkürünə Ara Paqasyan kimilərin münasibəti anti-Azərbaycan kininin də tərkib hissəsidir. Ermənistana tranzit yolunun keçməsi isə Moskva-İrəvan qatarının sürətinin Azərbaycanın asılılığında nümayiş etdirir. Ermənistanın Azərbaycana, Prezident İlham Əliyevə tranzit yolu ilə yanaşı aşağıdakı məsələlərə görə də təşəkkür borcu var. Ermənistan dövlətinin inkişafı, yeni erməni cəmiyyətinin formalaşması üçün təkan, sülh və əməkdaşlığın nifrət, hikkə və kindən həmişə yaxşı olması təşəbbüsü, qonşularla dinc, yanaşı yaşamağın faydası, qərblə yeni münasibətlərin qurulması, dövlətin qapıları gəzib, marafonlarla iyanə toplamaqdan xilas olması, regional və qlobal əhəmiyyət daşıması və s. Ona görə də Ermənistan cəmiyyəti onlara yaxşılıq edən türklərə, Azərbaycanlılara təşəkkür etməyə də öyrəşməlidir. Yoxsa bu halda yaxşılıqları götürməyən qursaq olaraq qalacaqlar. Sədəddin İsmailov, Səbuhi Sadiq, Report.